onsuzdur. Mən onlar üçün eləyirəm, ha. Həmən o məni qapısından qovanın balasının toyunu eləyirəm. Onu birisini eləyirəm, ona cavab olaraq eləyirəm. İlk işlədiyim, qazandığım, yadınızda da efirə bir arvad çıxıb dedi ki, anası mənə pul borçludur. Mağazin verilişində. Bir də bir şey olmuşdu, yadımdadır, o tolik nəsə qarışmışlar. Bəli. Əslində illər öncə mənim mamam o faizi götürmüşdü. Sonra o pulu qaytarmışdı, amma faizlər qalmışdı. Bu arvad faizin üstündən faiz gətirib. İllər keçir, mən röy oluram, gəlib pulun dalayacaq. Bu mənim özümü də tapa bilərdi, istəyə bilərdi. Sən axı Teylinin rəfiqəsi olmursan. Nə olsun ki, kasıbdır, yoxudur. Mərddir, onun ora heç bir aidiyyəti yoxdur. Ən pis əzab çəkdiyim indiyənə kimi odur ki, mən anamın şərəfini bir damcı da olsa tapdaladım. Məncə orada pis vəziyyətdə o qadın qalmışdı. Mən onu qoymamalıydım, yox. Məni 5 nəfər istəyirsə, 15 nəfər istəmir. Onlar da ona baxdılar, mən biyabır oldum. Qoy mənə o sözləri desinlər. Küçədə qalıb, pozğunlu, danışını, bilmir tərbiyəsi. Mən ona razıyam. Mən onun hamısına razıyam. Amma o arvadın çıxıb mənim anamı elə demək, onun yazısını göstərmək. Vay. O mən üçün indiyənə kimi böyük odardı. Heç vaxt o qadını bağışlamayacağım.